Salam aleykum değerli dostlar, değerli izleyiciler. Hamınızı xoş gördük. Bu günlər Binə qəsəbəsində sizlərə 2 dənə bir yerdə həyət evinin çəkilişini aparacağım. Niyə? Çünki hərəsi ayrı-ayrılıqda satılır. Hərəsi də demək olar bir otaqlı evdir. Yəni 2 otaq kimi hesablanır, amma biz bir otaq sayırıq. Nəyə görə? Çünki mətbəxdə bir dənə də otaqdır. Dostlar, indi isə inşallah keçirik evləri göstərəm. Birinin qiyməti 28.000, birinin də qiyməti 31.500. Niyə? Ətraflı deyəcəm sizlərə. Ətraflı və kanalımızı bəyənin, abunə olmağı da unutmayın değerli dostlar. Bax, evimiz bu gördüyünüz evlərdir. Dostlar, ən bəri başlandan deyim ki, qaz sayğacı, işıq sayğacı var. Evimizin artizan suyu qapısındadır düz. Bax, bu evdir. Qiymət 28.000'dir. Birinci evimizin qiyməti 28.000. Daxil olduqda belə bir giriş hissəsi var. Maşın girmir həyətinə. Belə bir su bakı var. Deməli, sancar qovşağı var və otaqlarda. Işıqlarını yandırın. Işıqlarını yandırın ilk əvvəldən. Gördünüz, hidrofon zat işə düşdü. Sırası 2 elektrik var. Deməli, bura bir dənə sancar qovşağımızdır. Gördüyünüz kimi dostlar, həyətidir. Normal qaydada və otağına giririk. Dostlar, burada evimizin otağı. Tavanı qəşəng hündürdür, səliqəlidir, pis deyil. Normal qaydada cavan ailə üçün, ər-arvad üçün, tək yaşayan adam üçün mükəmməl bir kompleksasiyadır. Evimiz mükəmməldir, səliqəli. Yəni, belə deyim ki, evin hər tərəfini çəkib göstərirəm ki, dostlar, ümumi çəkilişini görəsiniz. Bura bizim 28.000 olan evimizdə. 28.000'lik ev. Dostlar, baxın, bura evimizin otağıdır, səliqəlidir gördüyünüz kimi, mükəmməl qaydada. İçində də nə var, hər şey qalır. Heç nə götürülmür, qiymətə daxildir. Heç bir şey götürmürlər. Evin içində qalacaq. Qiymət dediyim kimi 28.000. Bu bir. Kombi xətlərinə kimi də var ha. Maşallah, xətlərinə qədər hamısı çəkilib. Değerli izləyicilər, keçirəm digər evimizə. Keçirəm indi digər evimizin çəkilişini sizlərə göstərəm. Buyurun, baxın inşallah. Burada bizim digər evimizdir. Değerli dostlar, değerli izleyiciler, burada digər evimizde 31.500 Azərbaycan manatına da burada da bax gördüyünüz kimi qaz sayğacı, işıq sayğacı hamısı var. Evdəki əsir bəygəlin evidir. Lentasına qədər hamısı hazır. Super ev. Cross lantinasına kimi mövcuddur dostlar. Keçik evimizə. Bax belə bir qəşəng, şirin giriş hissəsi var. Burada maşın girmir, amma mükəmməl səliqəli bir evdə. Qiymət 31.500'ə. Bax təkrar edirəm. 28.000 o idi, 31.500 də bax. Evimizin su bakı, hidrofonu, hər şey var. Işıqlar yanılı vəziyyətdədir hal-hazırda. Dama çıxış yerinə qədər mövcuddur. Su bakıdır. Burada əldamı kimi yığmaq üçün. Hətta burada mətbəxi burada çıxartmaq olar. Bax dostlar, bu evin içində mətbəxi var, eyni proyektdir. Onun mətbəxini burada çıxartmaq olar. Və evimizin belə bir sancar qovşağı mövcuddur. Gördüyünüz kimi güzgüsünə kimi mövcuddur. Hamısı hər şey tam qaydasında. Normal, qəşəng, xoşuma gəldi. Yəni imkanı az adamlar üçün çox səliqəli. Qapısı da ki mükəmməldir ha. Qapısı da əla, super, pəncərələr də pis deyil. Evimizin emulsiya rəngi olsun, belə qəşəngdir, babat bir evdə. Dostlar, bax bu gördüyünüz bir otaq. Amma bunu 2 otaq deyə bilərəm. Niyə? Çünki bu mətbəxi çıxartsan, qoysan buradan, bu oldu normal bildiğin 2 otaq. Dostlar, baxın, nə var içində qalır özü, heç nə götürülmür. Bax, bura bir otağımız, qapısını örtüm. Qapısı çünki çox səliqəli görsənir. Dostlar, qapısı səliqəli görsənir. Xoşuma da gəldi bu qapı. Elə bir ki, bildiğin ev qapısı dayanır, əla. Bax, belə bir mətbəxdir. Qazı, işığı, suyu hamısı mövcuddur. Belə bir otaqdır. Burada da nə görürsünüz, hamısı qalır içində. Heç sinəyə əl dəyilmir. Dəmir ışıtqalarına qədər də dostlar vırılıbdır. Bunun da qiyməti 31.500. Dostlar, bax belə bir səliqəli ev axtaranlar əlaqə nömrələrimizdən, səhifədəki əlaqə nömrələrimizdən əlaqə saxlasınlar. Gəlsinlər, Allah xeyir versin. Əsas ana yola yaxındır. 218 nömrəli məktəbin arxa tərəfində yerləşir evlər. Mükəmməl ev axtaranlar bizi arasınlar, axtarsınlar. Xeyirli olsun dostlar. 2 evi bir arada çəkdim ki, ikisinə də baxasınız. Allah xeyrinizi versin.